tanınsın, sənəti ilə tanınsın, səhnə mədəniyyəti ilə tanısın. Bax, bunun özü böyük bir güc. Çünki efir böyük bir mədəniyyətdir və bura uşaqlar baxır, bura ailə baxır, bura hər kəs baxır. Ayıbdır, valla ayıbdır, həqiqətən ayıbdır. Ağıl o demək deyil ki, oxumaq. Ağıl odur mədəniyyət. Bəli, bəli. Mədəniyyətin varsa ağıllı insansan. Ümumiyyətlə, ağlın oxumağa adiyyəti yoxdur ki, ağıllar olur, hamıya adamlar sataşmaqla var ki. deyil. Yəni, mədəni insan ağıllı insan. O pis oxuyur, özü bilər, bu pis oxuyur, özü bilər və Rovik bəy demişkən, illərin sənətçisinə, sənətkarına göz söz deməklə, əksinə gözdən düşür. Və bir söz deyil, nə qədər söz deyilsə də, mən kommentlərə baxdım. Allahım, hələ də o kommentlər yazılmaqdadır. Çünki kanalın səhifəsində də paylaşılıb və orada mənim səhifəm tağ olunub deyə o kommentlər mənim də səhifəmə düşür. İnanın, Cəmilə xanımı nə qədər sevənlər var. Çox sevirlər. Təsəvvür edin ki, bir insan Cəmilə xanım haqqında pis söz yazmadı. Əksinə həmin xanımı daşqalaq edir. Çünki mən qonağımızı da çağıraq. Bəli, bəli. Gəlsin. Yəni, o da bizim mövzulara qatılsın. İllərin ifaçısıdır, bizim dəyərli dostumuzdur. Bütün bu açıqlamalara məncə o aydınlıq gətirəcək. Çünki məncə o elə sənətkarlarla işləyib ki, elə bir onun da maraqlı açıqlamaları olacaq. Çünki illərdir ki, bu səhnədədir. Amma buna baxmayaraq çox sakit davranıb, bugünə qədər susub. Amma mən təklif edərdim ki, bugün susmayın. Bu günlərim sükutu pozun.